Artmasını istəyərdik və gözləyirik. Hər halda Trampa Senatdan və Konqresdən ciddi təpkilər var. Senatda bilirsiniz 100 üzvdən 70 artıq bildirib ki, Rusiya qarşı onlar cəhənnəm sanksiyaları deyirlər. Cəhənnəm sanksiyalarının tətbiqi ilə bağlı artıq razılaşıblar, senatorlar və Konqresdə də iki partiyalı razılıq var Ukraynanı müdafiə ilə bağlı və sanksiyaların tətbiqi ilə bağlı. Məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti çox yüksək səlahiyyətli prezident olsa da doğrudan belə də konstitusiyaya görə, amma o sanksiyaların məsələsini geri oxuya bilmir. Nə baş verir? Məsələ burasındadır ki, Trumpın bilirsiniz, özünün məntiqi və özünün yanaşması var. Məsələn, şəxsən məndə belə təsəvvür yaranır ki, indi ola bilsin, siz gəncsiniz, yaşı yadınızda deyil, amma belə bir mükafat var idi zamanında. Adına deyildilər Lenin-Stalin mükafatı. Xalqlar arasında sülh mükafatı deyiblər. Məsələn, Trump öz aləmində bu müharibəni insan həyatı ilə ölçür. Ərazilər, geopolitika, nə bilim, nələr dəyişdi, müstəqillik, beynəlxalq hüquq, bunlar onun beyninə girmir. Məsələn, Trump'ı bu dəqiqə fikir düşündürən ondan ibarətdir ki, xalqlar arasında sülh olmalıdır ki, insan ölməsin. Dediyim kimi, beynəlxalq siyasət, dünya təhlükəsizlik sistemi, belə məsələlər o dərinliyə üzün salmaq istəmir. Və çox hiyləgər olan və çox qan içən olan Rusiya führeri, Moskva führeri də onu bilərəkdən dediyim kimi bu hadisələrə şərik edir. Ona görə Trump və ya başqa formada təbii ki, reaksiya bildirməlidir və bildirməli idi. Və siz gördünüz ki, üçüncü dəfə, 3 gündə, yəni 22-sindən 23-ü, 23-ü, 24-ü, 24-ü, 25-i. 3 gün dalbadal baş verən bu terrordan, kütləvi terrordan sonra axır ki, dözmədi ki, və sən nə edirsən ki? Yəni, mən onsuz da sənə qabağa durmuram, necə deyərlər, kəndçi dilində desək, mən sənə qarşı çıxmıram və bu nədir ki, sən götürürsən, yüzlərlə dronu atarsan, məsələn, Avropanın ən, belə deyək də, böyük və gözəl şəhərlərinin birini sən yer üzündən silirsən. Bu artıq dəlilikdir, təbii ki, dəlilikdir və axı bu müharibədə nəyi dəyişir ki? İndi Putin öz aləmində həm dünya ictimaiyyətinin, həm qərbin fikrini yönəldir ki, mən onsuz da Ukrayna mənimdir və istədiyimi edəcəyəm. Bu bir, ikincisi də həm daxil yerli ictimaiyyəti güya Ukrayna siyasi hakimiyyətinin hərbi hakimiyyətin üzərinə qaldırmaq istəyir ki, siz niyə danışıqlar aparmırsınız? Bunu necə deyirlər, biz burada öldük, batdıq. Güya indi öz aləmində elə fikirləşir, amma bu başa düşmür ki, Kiyev, Moskva deyil. Burada artıq insanlar ölümü necə deyirlər, gözlərinin altına alıb burada yaşayanlardır. O Moskvadadır ki, biz bir dəfə, iki dəfə, üç dəfə özü hücumla davam edəcək. Ukrayna tərəfindən təbii ki, özü çox kütləvi formada davam edəcək. Orada artıq narazılıqlar başlayır. Çünki bilirsiniz, belə deyək də, Moskva fərqli xalqların metropoliyasıdır, yəni imperiya mərkəzidir. Orada bir mənalı yaxud bir ölçülü yanaşma yoxdur müharibəyə. Amma Kiyev, Ukrayna bu mənada müharibəyə bir mənalı və bir ölçülü, bir müstəvidə yanaşır. Daha doğrusu eyni cürə yanaşır və insanlar bilirlər ki, bu Rus silahlı qüvvələr Rusiyaya gəlsə, burada baxmayacaq. Kim hansı millətdəndir, hansı xalqdandır, filandır. Ona görə fərq bundan ibarətdir. To есть, metropoliya, Moskva, xalqların toplanmış belə cəmindən, amma fərqli maraqlar olan insanlardan ibarətdirsə. Kiyevdə yaxud Ukraynada insanlar bu mənada doğrudan da öz azadlıq və demokratiya müharibələrini aparırlar. Bunu ola bilsin ki, Putin məntiqi dərk etmir. Necə ki, Trump məntiqi dərk etmir ki, beynəlxalq hüquqa söykənməyənə qədər bu tipli müharibələri dayandırmaq mümkün deyil. Trump müharibəni insan itkiləri ilə ölçür. Məsələn, fikir versəz, Sevinç xanım, nə qədər onun bəyanatları varsa, hamısında deyir. Orada insanlar ölür, orada insan demirik. Beynəlxalq siyasət, beynəlxalq hüquq pozulur, nə bilim, girmək olmaz başqalarının ərazisinə, ərazi bütövlüyü prinsipi var, filan, bunları demir, heç birini demir. Orada insanlar ölür. Yəni, güya insanlar ölməsə, nə istəsən eləyə bilərsin. O belə.